Hello everyone, hər kəsə salam. Əziz altıncılar, növbəti izah videomuz ilə qarşınızdayıq. Bugünkü izahımız iş dəftərindən Language in Context 2 olacaq. Burada past simple of be for question and answers olacaq ilk dərsimiz. E, Be fe'linin past simple'ını keçən dərslərdə biz danışmışdıq ki, yəni am, is, are, keçmişdə olur, nə, was, were. Deməli, was işlənir hansı şəxslərlə xatırlatma edək. I, she, he və it ilə. Were isə işlənir. You, we, they ilə. Bu şəxslərlə were işlənir. I, he, she, it ilə was, you, we, they ilə isə were işlənir. Deməli, biz cümlədən əmizarmı, yoxsa was were mi istifadə edəcəyik? Bunu bilmək üçün zaman formalarını, zaman sözlərini bilməyimiz vacibdir. Zaman sözlərini bildikdə, yəni keçmiş zamanın zaman göstəricilərini, indiki zamanın zaman göstəricilərini bildikdən sonra biz asanlıqla cümlələri ayırd edə biləcəyik ki, hansında was were istifadə edəcəyik, hansında əmiz are istifadə edəcəyik. Qısa xatırlatmadan sonra davam edək. İlk tapşırığımız ilə match the questions 1-8 with answer A, H. 1-dən 8-ə qədər olan sualları A-dan H-a qədər olan cavablarla birləşdirməliyik. Gəlin sualları birləşdirək. Belə uşaqlar, biz cümlələri birləşdirdik. Gəlin baxaq. Were you in a hotel? Siz oteldə idiniz. Bu was were idi mənasını verir Azərbaycanca. Məsələn, deyirəm ki, mən müəlliməm indiki zamanda. I'm a teacher. Və bunu keçmişdə istifadə eləmək istəyirəm ki, mən müəllim idim. I was a teacher deyəcəm bu cümlədə. Bu zaman daha doğrusu I was a teacher deyəcəm. Məsələn, 2 years ago. I was a teacher 2 years ago. 2 il əvvəl müəllim idim. Yəni Azərbaycan dilində d kimi tərcümə olunur. Was the weather good? Hava yaxşı idi. Yes, it was. Sunny and hot. Were your cousins there? Sənin qohum uşaqların orada idilər. No, they weren't. They were at the beach. Was your cabin big? Yes, it was. There were 2 bedrooms. 2 otağı var idi. Were the people friendly? İnsanlar dostcanlıdır, mehribandılar. Yes, they were. Bəli, mehriban idilər. Very nice. Were you afraid of wild animals? Tutaq 7-ni deyirəm. No, I wasn't. Yəni, mən qorxmurdum. Was the holiday fun? Tətil əyləncəli idi. Yes, it was. The best holiday ever. Bu şəkildə işlədik, davam edirik. Write question and answer with was or were, use the prompts. Deməli, biz was were ilə sual cümləsi qurmalıyıq. Sual cümlələrinin qurmağında yolunu keçən dərslərdə izah etmişdik. Sual cümlələrində necə ki, am, is, are əvvələ keçirdisə, eləcə də was were əvvələ keçəcək. Deməli, baxırıq. İlk öncə biz təyin etməliyik ki, şəxsimiz nədir? Şəxsimiz you'dur. You'da işlənirdi nə? Baxaq. You'da işlənirdi were. Deməli, bizim sualımız olacaq were. Daha sonra were gələcək şəxsimiz. Were you very hungry? Sual. Və cavabımız baxırıq ki, negativdə olmalıdır. Negativdəsə no, I wasn't. You sən deyə sual verirsə, cavabında mən deyə cavab verməliyəm və ayda da was işləndiyinə görə was-dan istifadə edəcəm və cavabım da inkarda olduğuna görə, yəni belə olacaq. Was not. Was not-un qısaldılmışı wasn't. Siz bunu yazmayın. Bunu sadəcə sizə başa salmaq üçün yazdım. Was not-un qısaldılmışının wasn't olduğunu bildirmək üçün. Elə wasn't yazsanız kifayət edər. Daha sonra the Wi-Fi. Wi-Fi good. Wi-Fi təkdə olduğuna görə was-dan istifadə edəcək. Was
They, vay, good. Cavabımız da inkardadır yenə. Ona görə deyirik ki, no. Bu da Wi-Fi də deməli it şəxsi ilə əvəz edə bilərik onu. It wasn't. Yenə eyli ilə. Daha sonra restaurant cümləmizə baxıram ki, cümləmizin mübtədası cəmdədir. Cəm isimlərin ümumilikdə biz they ilə əvəz edirik. Yəni bütün isimləri, cəm isimləri biz bu they şəxs əvəzliyi ilə əvəz edə bilərik. Restoran isə cəmdə olduğuna görə biz onu əvəz edirik they-də. Və daha sonra tapırıq ki, they-də hansı to be forması işlənirdi keçmiş zamanda. Were, bəli, were işlənirdi. Deməli, mən sualı nə ilə quracağam? Were-lə. Were the restaurants were the restaurants expensive? Və baxıram cavabım təsdiqdədirsə deyəcəm ki, yes, they were. Bu şəkildə. Gəldim 5-ə. Baxıram şəxs you-dadır. You-da nə işlənirdi? Were işlənirdi. Deməli, yenə were you tired? Were you tired after horse riding? Cavabıma baxıram inkardadır. İnkardadırsa deyirəm ki, no, I wasn't. Bu qədər sadə. 6-ya baxıram. 6-da da muzeum təkdə olduğuna görə nə ilə əvəz edəcəm onu? It-lə əvəz edəcəm. It-də də nə olur? Keçmiş zamanda to be-nin keçmiş zamanında was olur. Was olduğuna görə was yazıram. Was the museum interesting? Soruşarız. Cavabım təsdiqdə olduğuna görə cavab verirəm ki, yes. Və muzeumda nə ilə əvəz eləmişdim? It was. Belə cümlələri tamamladıq. İsə davam edək. Order the words per question about Machu Picchu when right, then right answers. Deməli, birinci cümlələri tamamlamalıyıq, daha sonra ona cavab verməliyik. Aha, baxırıq ikinciyə. 2-də birinci tapırıq sual cümləsini nə ilə qururduq? Were-lə. İlk öncə yazıram were-u. Bu bütün xətti silim ki, fikriniz qarışmasın. Aha, were-u tapdıqdan sonra nəyi gətirməliyəm? Mübtədanı tapmalıyam, mübtədanı qoymalıyam, daha sonra isə digər nitq üzvlərini. Aha, deməli, burada bir fakt, daha doğrusu bir nüans var ki, onu sizə deyim. Deməli, biz there is, there are keçmişdik. There is, there are. Bu indiki zamanı üçün idi. Düzdürmü? Keçmişdə olacaq there was, there were. Yəni izlə ar dəyişəcək. Bunlar sizi çaşdırmasın. Yenə məntiq olduğu kimi qalır. Var vardır deməkdir. İndiki zamanda keçmişdə isə olacaq var idi və yaxud da var idilər. Təkdə olacaq var idi, cəmdə olacaq idilər. Yəni məna olaraq bu şəkildə dəyişir, amma işlənmə yeri olaraq dəyişmir. Yenə təklərdə olacaq was, cəmlərdə olacaq were. Bu şəkildə. İndi keçirik cümləmizi qurmağa. Deməli, burada ilk öncə were, daha sonra gəlməlidir there. Were there sualda axı əmizar əvvələ keçirdi. İndi keçmişdə də was were əvvələ keçəcək. Were there, sonra gəlməlidir bizim mübtədamız. Mübtədanı necə təyin edirik? Baxın, tour goods. Bu bizim olacaq mübtədamız. Yazırım. Daha sonra digər at the yazarıq. Kaçadaq. Bu şəkildə. Bizim sual cümləmiz quruldu. İndi cavab verəndə yes, mən nə ilə sual vermişdim? Were there-lə sual vermişdim. Cavabda da həmçinin eyni cümləni istifadə edəcəm. There were.
Axı yadınıza gəlirsə, there is there-ın suallarında cavab verəndə necə deyirdik? Məsələn, deyirik ki, yes there is və yaxud da no there isn't. Yes there are və yaxud da no there aren't. Bu şəkildə cavab verirdik, düzdürmü? Eyni ilə indi were deyilən sual vermişəmsə, cavabında yes there were və yaxud da yes there is. İnkardadsa no there weren't. Təsdiq və yaxud da no there isn't olacaq. Burada da təsdiqdə olduğuna görə there were istifadə edirik. 3-ə baxırıq. Yenə buradan were tapırıq. Daha sonra yenə deyə. Yazıram ki, bir dəqiqə. Were there a lot of things? Were there a lot of things? A lot of. To see. Görmək üçün çoxlu yerlər var idi. Cavabında isə deyir ki, yes, there were. Yenə də eyni şəkildə there were-dan istifadə edirik. 4-ə baxırıq. Sualımız was-la olacaq. Was there. Sual cümləsində əvvələ keçdiyinə görə əvvəldə yazırıq. Was there any horse riding there? Daha doğrusu was there any horse riding? Riding sual. Cavabında isə no, there wasn't. Bu şəkildə yazarıq. Daha sonra 5-ə baxırıq. Sualımız olmalıdır were ilə. Were there any sual cümləsində any varsa daha sonra any gəlmir. Any wild animals. So, yes, there were. Belə. Yenə gəldik bu sonuncusunda was'dır. Was there museum? Was there a museum? At the cevapta ise der ki no, there wasn't. Bu şəkildə cümlələrimizi tamamladıq. Davam edirik. Gəldik yeni bir unitə, unit 4. Bu unitdə biz yeni bir qayda öyrənirik. Past simple. Past simple qaydasını indi mən sizin üçün ətraflı şəkildə izah edəcəm. Gəlin elədirsə birbaşa izahımıza keçək. Bugünkü mövzumuz olacaq past simple. Past simple uşaqlar keçmiş zaman deməkdir. Keçmiş zamanda ingilis dilində feillər iki yerə bölünür. Qaydalı feillər və qaydasız. Qaydasız. Aha. Deməli, qaydalı və qaydasız olmaqla past simple-da feillər iki yerə bölünür ingilis dilində. Deməli, past simple-dan biz istifadə edirik. Simple present simple keçmişdir, yəni indiki sadə zaman forması. Bunun keçmişində, yəni dəqiq və tamamlanmış hərəkətlərdən danışmaq üçün istifadə edirik və dəqiq zaman veririk. Dəqiq zaman da zaman göstəricilərdə hansılarda? Məsələn, yesterday, ago-lu cümlələr, yesterday-li cümlələr, last-li cümlələr. Məsələn, in 2012 deyirəmsə, məsələn, 2012-ci ildə deyirəmsə, bu zaman keçmiş zaman sayılır. Bu kimi keçmiş zaman bildirən sözlər də istifadə olunur. Keçmiş zamanı düzəltdiyimiz cümlələr də.
Məsələn, deyirəm ki, mən gedirəm. Tutaq ki, qaydalı feillərdən indi danışacağım sizə. Qaydalı birinci cümləni deyim daha sonra. Məsələn, deyirəm ki, mən gedirəm. I go. I go to school. Məsələn, belə bir cümlə quraq. I go to school. Mən gedirəm. Və demək istəyirəm ki, mən məktəbə getdim. Bir var gedirəm hal-hazırda və yaxud da hər gün məktəbə gedirəm. I go to school every day. Bir də deyirəm ki, mən dünən məktəbə getdim. Keçmişdə deyirəm bunu. Go-nun keçmişi olacaq went. I went to school. Məsələn, yesterday. Cümlənin davamını gətirə bilərsiniz bununla. Ə, nə cür istəyirsinizsə. Keçmiş zaman sözləri bildirmək şərti ilə. Gördünüzmü? Burada go feili oldu went. Yəni bu o deməkdir ki, go feili özlüyündə qaydasız feildir. Çünki qaydasız feillər işləndikləri zaman köklərindən dəyişirlər. Tamam başqa bir söz əmələ gəlir. Buna görə də onları qaydasız feillər deyirlər. Qaydasız feillərin cədvəli var və həmin cədvəl əzbər olunmalıdır ki, biz cümlə qurarkən testlər və yaxud tapşırıqlar işləyərkən qaydasız feilləri yadımıza salaq və o şəkildə cümləmizi və yaxud da tapşırığımızı düzgün yazaq. Qaydasız feillər məsələn hansılardır? Elə birinci go-nu yazdıq. Go. Daha sonra məsələn be feili. Yəni əmizar. Əmizarın keçmişi olacaq was were. Bunu keçmişdik. Was were. Daha sonra bunu belə yazmayaq. Qoyun hər iki tərəfdən yazım ki, məsələn, go olacaq, belə deyək də, sizin üçün daha aydın olması üçün. Go olacaq went. Be olacaq, yəni əmizarı nəzərdə tuturam burada. Çaşmayaq. Əmizar olacaq was were. Baxın, kökdən dəyişdi. Was were. Daha sonra do etmək feili olacaq did. Daha sonra have olacaq had. Başqa nə var? Məsələn, get feili olacaq got. Make, made. Düzəltmək feili. Daha sonra say demək, söyləmək olacaq said. Məsələn, see görmək feili. Ən işlək feilləri yazıram burada sizə. Olacaq so. Come gəlmək olacaq came. Take götürmək olacaq took. Give vermək olacaq gave. Məsələn, tell demək söyləməkdir. Bu da olacaq told. Başqa nə var? Başqa nə deyə bilərsiniz? Məsələn, know bilmək feili olacaq knew. Bu şəkildə. Bunlar bir neçəsidir. Əslində çoxdur qaydasız feillər. Sadəcə mən ən işləklərini yazdım sizin üçün ki, qarşınıza tapşırıqlar işləyərkən çıxarsa məlumatınız olsun. Qaydalı feillərin isə sonuna ed artırmaqla düzəlirlər. Məsələn, deyirəm ki, məsələn, work işləmək. Bunun üzərinə ed artıranda olur nə? Worked. Yəni işlədi keçmişdə. Deməli, work'ün keçmişi olacaq worked. Məsələn, play. Play olacaq played. Qaydalı feildir. İdi əlavə olunur. Məsələn, study. Öyrənmək olacaq. Sonra y ilə bitənlərdən y düşür, ed əlavə olunur. Studied. İndi bunu qayda ilə izah edəndə sizə deyəcəm. Tapşırıqlar üzərində. Məsələn, leave feili. Sonu bir e ilə bitənlərə sadəcə d əlavə olunur. Lived. Gördünüzmü? Sonu e ilə bitdiyinə görə sadəcə bir d əlavə olacaq. Məsələn, want istəmək. Want olacaq wanted. Bunlar ona görə olurlar qaydalı feillər.
Yəni qaydalı feillər cümlə içərisində işlənərkən sadəcə sonuna bir ed əlavə artırmaqla düzəlir. Bu bizim oldu ə, affirmative cümlələrdə istifadə olunarkən keçmiş zamanda feillərin dəyişimi. Əgər bunları götürdünüzsə, özünüz üçün qeyd formasında mən bunları silin və biz danışaq bu cümlələrin ə, inkarından və sual formasından. Deməli, bu cümlələrdən biz istifadə edərkən sual və inkar cümlələri düzəldərkən nədən istifadə edirik? Mən dedim ki, bayaqları do feilinin keçmişi diddir. Biz də present simple-da sualları və inkarı quranda do-dan istifadə edirik. Düzdürmü? Do does-dan. Amma keçmiş zamanda cümlələrin sualın və inkarın qurmaq üçün bütün şəxslərdə biz diddən istifadə edəcəyik. Did işlənir, yəni bütün şəxslərdə. Bütün şəxslərdə. Yəni do does kimi iki yerə bölünmürlər. Bütün şəxslərdə biz artıq did istifadə edəcəyik. Məsələn, elə bu cümlədən yola çıxaraq deyirəm ki, I went to school, məsələn, yesterday. Mən dünən məktəbə getdim. Bu bizim oldu affirmative cümləmiz. İndi mən sual vermək istəyirəm ki, sən dünən məktəbə getdin? Sualı nə ilə verəcəm? Did köməkçi feili ilə. Çünki do keçmişdə olur did. Did you go to school yesterday? Sən dünən məktəbə getdin? İndi buradan gözəl bir sual çıxır. Deyə bilərsiniz ki, müəllimə niyə burada go işlətdiniz? Burada belə bir qayda var ki, biz cümlədə sual və inkar cümlələrində did istifadə ediriksə, əsas feildən keçmişlik düşməlidir. Yəni əsas feil qayıtmalıdır əvvəlki formasına. Went-in əvvəlki forması nə idi? Go idi. Deməli mən sual cümləsində diddən istifadə eləmişəmsə, artıq əlavə bir keçmiş zamandakı feilə ehtiyac yoxdur. Mən ona qaytarıram əvvələ. Did you go to school yesterday? Sən məktəbə getdin? Aydınmı uşaqlar? Deməli, qaydamız belədir ki, keçmiş zamanlı sual və inkar cümlələrində əsas feildən keçmişlik düşür. Yəni əsas feil qayıdır əvvəlki formasına. Məsələn, cavabında mən deyə bilərəm ki, mən dünən məktəbə getmədim. Deyirəm ki, biz sual və inkarı quranda diddən istifadə ediriksə, deməli inkarda da elə did istifadə edəcəm. I didn't qısaldılmış formada bu olacaq, yəni did not. Did notun qısaldılmasıdır. I didn't go to school yesterday. Oy. Mən dünən məktəbə getmədim. I didn't go to school yesterday. Baxın bu şəkildə. Burada da həmçinin inkar cümləsində didn't işlənib, did işlənib. Did işləndiyinə görə cümlədə əlavə bir keçmiş zamanda feil işlənməyinə ehtiyac yoxdur. Ona görə də mən feili qaytardım əvvəlki sadə formasına. Baxın uşaqlar, past simple bu cür işlənir. İşlənmə qaydası budur. Qaydalı və qaydasız olaraq iki yerə bölünür. Qaydalıların sonuna ed artırmaqla, qaydasızlar isə kökdən dəyişməklə düzəlir. Sual və inkarı did köməkçi feili ilə düzəlir. Sual və inkarında did işlətdiyimizə görə əsas feildən keçmişlik düşür, yəni qayıdır əvvəlki formasına. Məsələn, bir dənə də for example verək. Deyirəm ki, o dünən oynadı. Məsələn, she played futbol oynadı deyək. Yesterday deyək. 2 days ago da deyə bilərdik. Last week də deyə bilərdik. Burada hər hansı bir zaman göstərsin yaza bilərsiniz. She played football yesterday. O dünən futbol oynadı. Yenə həmçinin burada demək istəyirəm ki, o dünən futbol oynadı. Yenə istifadə edəcəm diddən. Did she play football yesterday?
Gördünüz mü? Ay, bunu niye yeniden oynattık? Yesterday. Did she play football yesterday? Burada yine play'dən idini mən sildim. Çünki nəyə görə? Çünki diddən istifadə eləmişəm. Bir cümlədə iki inkara ehtiyac yoxdur. İki inkara deyəndə ki, yəni sual və inkar cümlələrində did varsa ehtiyac yoxdur. Yoxsa ki, təsdiq cümləsində iki də inkar işlədə bilərsiniz təbii ki. Və demək istəyirəm ki, o dünən futbol oynamadı. Yenə she didn't play football yesterday. O dünən futbol oynamadı. Bu şəkildə uşaqlar qaydamız bundan ibarətdir. Present, past simple qaydası. Zaman göstəricilərinə qaldıqda isə zaman göstəricilərini bayaqda dedim. Məsələn, ago, əvvəllər, last, keçən, keçmiş, yesterday, dünən, məsələn, daha sonra in 2012, 2012-ci il. Əgər keçmiş bir il nəzərdə tutulursa, keçmiş bir il yazılırsa, ə, bu situasiyada ago, last, yesterday bu zaman göstəriciləri görürüksə cümlədə, deməli ki, bizim cümləmiz olmalıdır past simple-da. İndi isə başlayaq iş dəftərimizin izahına qaldığımız yerdən davam edək. Gəlin qaydaya bir də buradan baxaq. Most verb, yəni əsas feillər, example, listen, play, walk, want. Bunların sonuna ed artırmaqla düzəlirlər. Çünki bu feillər qaydalı feillərdir. Məsələn, we listened, they played, she walked, I wanted. Bu şəkildə. Negativdə isə yenə didn't listen, didn't play, didn't walk, didn't want. Nə elədik? Didn't varsa artıq keçmişlik əsas feildən düşdü. Və sonu deyir, əgər e ilə bitirsə, cümlələrdə, yəni i ilə bitirsə, sadəcə bir d artırılacaq. Yəni arrived, baxın arrive sözü elə, baxın belə arrive yazılır, e ilə bitdiyinə görə sadəcə d. Danced, liked. Verb ending constant, yəni y. Əgər y hərfi ilə, y hərfi ilə bitirsə, y düşür, yerinə əlavə olunur i. She cry. Cry feili belə yazılır da, düzdürmü? Cry. Və y düşəcək, əlavə olunacaq i, ed, belə nəzərdə tutun. I fried, we tried. Whole, cancer, double, cancer, add, aha. Deməli, əgər sonu example, plan, stop belə hərflərlə bitirsə və həmin hərflər sonda yəni cüt halda istifadə olunacaqlar. Göstərildiyi kimi plan, planned, stop, stopped şəklində. Daha sonra gəldik past simple irregular verb. Irregular qaydasız deməkdir. Regular qaydalıdır, irregular isə qaydasız. Bunları mən yazmışdım. Deməli, read də qaydasız feildir uşaqlar. Sadəcə read-də daha doğrusu dəyişən bilirsiniz nədir? Tələffüz. Read eyni cür yazılır. Baxın, read adi zamanda, indiki zamanda. Keçmişdə də olacaq read. Oxunuşu dəyişəcək. Yəni keçmiş zamanda biz read feilini istifadə ediriksə, onu read kimi oxuyacağıq. Read. Elə bil ki, qırmızı sözü kimi. Read. Say, said, see, saw, take, took. Bunları bayaq mən sizin üçün yazmışdım. Daha sonra story verbslərə gəldik. Time expressions. Gəlin onların da tərcüməsini mən sizin üçün qeyd edim. Daha sonra qaldığımız yerdən davam edərik. Bəli, uşaqlar, yazdım mən sizin üçün sözlərin tərcüməsinə. Gəlin baxaq. Arrive, gəlmək, çatmaq, gəlib çatmaq. Decide, qərar vermək. Laugh, gülmək. Remember, xatırlamaq. Rush, tələsmək. Shout, qışqırmaq. Tell, demək, söyləmək. Walk, gəzmək. Want, istəmək. Gəldik time expressions, yəni vaxt bildirən sözlər. In the past, keçmişdə. Bunu da yaza bilərsiniz. Keçmiş zaman bildirən sözlərin arasına. Last week, keçən həftə. Now, indi. One day, bir gün, gələcəkdə, gələcək zaman bildirir. Years ago, illər öncə. Yesterday isə dünən deməkdir. Gəldik vocabulary bölməsinə.
Look at the mates and circle the correct option. Ə, Şəklə baxmalıyıq və doğru fikrin dairəyə almalıyıq. We usually shouts arrives home at 5. Shouts, yəni qışqırmazda o. Hə, adətən saat 5-də o qışqırması yəqin ki, gəlib evə çatar. It's beautiful day. They decide, yoxsa remember to walk to school. Remember xatırlamaq deməkdir. Decide isə qərar vermək. Onlar qərar verdilər ki, məktəbə gəzərək getsinlər. Yəni piyada getsinlər. She always walks, yoxsa wants to go swimming. O həmişə istəyir gəzsin, yoxsa həmişə gəzsin, yoxsa istəyir ki, swimmingə getsin. Yəni üzməyə getsin. Təbii ki, wants olacaq. He's late again. He rushes, shouts to his lesson. Rush tələsmək demək idi, shout isə qışqırmaq demək idi. Yəni o öz dərsinə neynir? Tələsir olar. They laugh yoxsa rush a lot when they watch his films. Onlar gülürlər yoxsa tələsirlər? Çox tələsirlər film izləyəndə. Təbii ki, gülürlər olar. They are sleeping. Please don't tell yoxsa shout. Yəni zəhmət olmasa demə, danışma yoxsa qışqırma. Təbii ki, burada qışqırma. Daha doğrusu demə olacaq. Təbii ki, qışqırma. Yo, düz seçdim. They are sleeping. Please don't shout. Zəhmət olmasa qışqırma. Davam edirik. Match 1-5 with A, E. Birdən 5-ə qədər olan sözləri A-dan Y-yə qədər olan cümlələrlə birləşdirməliyik. Remember, xatırlamaq deməkdir. To school as great. Xatırlat bizə əla story. Yəqin ki, bu deyildi. Yenə də baxaq. Please don't shout at your brother. We often walk to school. Yəqin ki, bu B-dir. I always arrive at school. Bu C-dir. Bunun altını pət çəkək. Xətti silək daha doğrusu. B ilə C-ni istifadə elədik. Remember to say birthday. Happy birthday to Liz. Bu yəqin ki, A-dır. Please don't shout. Aha, bu A olacaq. Xatırla deyir Luziya ad gününü təbrik edirəm deməyi. Please don't shout at your brother. Bu da iyi bəndi. Yəni, zəhmət olmasa qardaşına qışqırma. Davam edirik. Complete the sentences with the words below. Ago, day, last, past, yesterday sözləri ilə birləşdirmə, daha doğrusu qoymalıyıq boşluqlara. In the past, keçmişdə deməkdir. Uşaqlar often walk to school. Yəni tez-tez yeriyərək gedirdilər məktəbə. 3 years ago, 3 il əvvəl, I started playing the basketball. Last week, geçen həftə, I decided to go horse riding. We arrived Spain yesterday. Yesterday sildik. One day, bir gün, he decided to visit his sister. Bu şəkildə tamamladım. Davam edirik. Put the words in correct order. Düzgün sırayla cümlələri qurmalıyıq. Gəlin, quraq. Baxırıq ilk öncə, ikinci cümlədə biz tapmalıyıq birinci mübtədanı. Çünki ingilis dilində cümlə quruluşları mübtəda xəbər ilə başlayır. Birinci mübtəda, daha sonra xəbər. Mübtədamıza baxırıq people, yazırıq people. People daha sonra bizim feilimiz olacaq danced. To this music. Bizim tamamlamamız in the past. Keçmişdə. Bu şəkildə. 3-ə baxırıq. Yenə ilk öncə gəlməlidir. Mübtədamız elə United States olacaq. United States. Daha doğrusu we arrived. Yox, bircə dəqiqə. Cümləni axıra qədər oxumadım. We arrived
Sonra in the United States. In the United States. Baxırıq zamana 3 weeks ago. 3 həftə əvvəl. 4-ə keçdik. Deməli cümləmiz olacaq. One day, bir gün. One day, bir gün. He decided. He, adamız, decided, xəbərimiz. He decided to take the bus. Decided to the bus. Daha sonra into town. Bu şəkildə cümləmizi tamamladıq. 5-ə baxırıq. Bizim mübtədamız olacaq I, xəbərimiz played. I played. Nə oynamışıq? Soccer. I played soccer in the park. Ne zaman? Yesterday. Dünən. Belə. 6-da da olacaq cümləmizin mübtədası we. Xəbəri walked. We walked to the skate park. Skate park last Saturday. Bu şəkildə cümlələri tamamladıq. Elədirsə, davam edək. Grammar. Grammar bölməsində biz bizə verilən feilləri düzgün şəkildə past simple-da yazmalıyıq. Listen, uşaqlar, qaydalı feildir, olacaq. Listened. Cry həmçinin cried. Sonu y ilə bitdiyinə görə y düşür it. Like olacaq. Liked. Bu da qaydalı feildir. Laugh da həmçinin qaydalı feildir. İdi əlavə olunacaq. Laughed. Plan olacaq. Planned. Try, tried. Want, wanted. Davam edirik. Complete the sentences with the correct past simple form. Bizə verilən, mötərizədə verilən feilləri düzgün past simple-da istifadə eləməliyik. Dance verilib 2-də olacaq. Danced. Danced. Love, loved. Fry, fried. Try, tried. Stop, stopped. Belə. Complete the sentences with the correct past simple form of the irregular verbs. Irregular nə demək idi? Qaydasız. Qaydasız feillərlə. Deməli, bizə burada qaydasız feillər verilib və sözlərə uyğun qaydasız feilləri yerlərinə qoymalıyıq. Helena and I a great film on Saturday. So olar yəqin ki go have. Baxarıq yenə də we go olmaz. Go olar daha doğrusu. We went to France on holiday. Go getdi. Lunch I have olacaq. I had lunch. Have də getdi. The man said. Adam dedi. Daha sonra I took
də bas. Amma birincisində də düz demişəm. Sell olacaq. I sell. Bu şəkildə took götürdüm. Yəni I take a bus, yəni avtobus tutmaq, avtobusa minmək deməkdir. Onun da keçmiş olacaq took bu şəkildə. Complete the sentences with the correct negative past simple form of the verbs. Now look at the mates and write affirmative sentences. İlk öncə burada inkarını verməliyik. Daha sonra şəkillərə baxıb onun düzgün formasını, yəni affirmative-ni yazmalıyıq. Gəlin baxaq. Not go desə olacaq. Didn't go. Not laugh desə olacaq. Didn't laugh. Not read desə olacaq. Didn't read. Not shout desə olacaq. Didn't shout. Not do desə didn't do. Belə tamamladıq. Gəlin də baxaq. I had eggs. Lucia baxaq. Cümlələr qurmalıyıq. Didn't have a cereal for breakfast this morning. I had eggs. Yəni yumurtam var idi. Victoria didn't go the bowling alley. Yəqin yazmalıyıq ki, Victoria went to the bowling alley. Düzdürmü? Çünki baxın deyir ki, then look at the image and write affirmative sentences. Bizə burada inkarın yazdırdı. İndi isə şəkillərə baxıb biz onun təsdiqini yazmalıyıq. Elədirsə baxaq. 6-da Lucy'dir. Aha. Gəlin yazaq. Deməli ki də yazırıq ki, Victoria went to the cafe. Düzdür? Kafedə səhv eləmirəmsə. Bowling aleyə oxşamış. Düzdür? Cafe. Victoria went to the cafe. Üçüncü şəkildə deyir ki, nə deyirdi? We didn't laugh at the story. We laughed at John. Belə yaza bilərik. John, baxaq. Dörtdən yazacağıq. The teacher read at school. Və ikinci şəkildə əslində bowling alley olmalıydı axı. Çünki baxın, bowling alley deyir. Burada bowling alleyə mən oxşatmadım. Əgər siz şəkli yaxşı görürsünüzsə, baxarsınız. Əgər bowling alleydirsə, kafenin yerinə bowling alley yazarsınız. Üçdə isə nə deyir cümlədə? We didn't laugh at the story isə biz onun təsdiqini qurmalıyıq. We laughed at the story. Daha sonra 4-də nə deyir? We didn't read that book at home. Bu axı evdə deyil. Təsdiq cümləsi qurmalıyıq. Evdə deyil, axı bu basda da elə bil. Avtobusda da düzdür. Bax bir dənə də cümləyə. I read that book. Əslində at home yazmalıyıq. Çünki cümlədə elə verilib. Amma burada basa oxşuyur. On bas. Səhv etmirəmsə əgər, gözlərim məni yanıltmırsa, siz yenidən baxa bilərsiniz öz iş dəftərinizin səhifəsindəki şəkilə ki, bu basdım yoxsa evdim. Əgər basdırsa, 10 bas yaza bilərsiniz. Yəni avtobusda. Yaxşı görmədiyimə görə PDF-dən dəqiq deyə bilməyəcəm. 5-də isə
Deməli, başda cümlə nə idi? Baxaq. The teacher didn't shout-dırsa, o zaman biz bunu verməliyik. Təsdiqdən belə. The teacher shouted. The teacher shouted at Lucy. Lucy verilib burada. Daha sonra altıda cümlə nə idi? You didn't do your math homework. Biz yazmalıyıq təsdiqdə. You did. Sən etməlisən. Sən et, yəni you did your math homework. Bu şəkildə cümlələrimizi tamamladıq. İzahımızın da sonuna gəldik. Əziz uşaqlar, növbəti izahlarda görüşənədək hələlik.